Əvvəllər də məclisdə də səsləndirilmişdi. Sürüşkən iş rejiminə keçirilməsi məsələsini Avropa ölkələrində, başqa ölkələrdə olduğu kimi biz mütləq həll eləməliyik. Yəni, bəzi ölkələrdə diqqət eləyirsinizsə, iş saatı hətta 7-də başlayıb saat 4-də qurtarır. Elə müəssisələr var ki, onların bazar günü iş rejiminə keçməsi mümkün ola bilər. Banklar və başqa sektorlar tutaq ki, iş günü çalışmaya bilərlər. Çünki daha çox sərbəst vaxtda işləyən əhali onlara müraciət eləyə bilər. Bir də bu günlərdə bir reportaj keçirildi. Bir dövlət qulluqçusu ilə müsahibə alarkən söylədi ki, mən 8 saat rəsmi işdə işləyirəm, 4 saat isə tıxac üçün işləyirəm. Həqiqətən də insanların böyük əksəriyyəti öz iş yerinə çatmaq üçün 2 saat öncədən evdən çıxır və evə də geri dönüşdə də 2 saat vaxt itirirlər. Ona görə də heç olmasa bu hələ ki Bakının problemi həll olunmayıbsa, biz bu vətəndaşların vəziyyətini yüngülləşdirmək üçün müəyyən addımlar ata bilərik. Əgər insan sübut eləyirsə ki, onun yolda 2 saatı işə gəlmək üçün vaxta gedirsə, heç olmasa işdən 1 saat öncə buraxılma imtiyazı nəzərdə tutulmalıdır. Çünki bunun hər bir insanın həm də işə keyfiyyətli bir özünün gücünü qoyması baxımından bu olduqca faydalıdır və düşünürəm ki, indi Bakının tıxac probleminin həlli doğrudan da çətindir. İndi bu avtobusların hərəkəti və başqa məsələləri də tənzimləmək lazımdır. Müəyyən dərəcədə işlər də bu istiqamətdə görülüb. Amma vətəndaşların, xüsusilə dövlət qulluğunda olan vətəndaşların vəziyyətini yüngülləşdirmək üçün addımlar atılmalıdır.